də bir məşhur məktub vardı 2013-cü ildə elə. Bu çap olmuşdu sonra mediada. Siz bu məktub barədə məlumatlıydınızmı? Görmüşdünüzmü o məktubu? Yəni o məktub haqqında dəfələrlə biz də yazmışıq. Düzdür, onu inkar edədilər ki, biz yazmamışıq. Amma Putinə müraciət var idi, məktub var idi və Putinə məktub... Müzakirə olunmuşdumu sizin iştirak elədiyiniz toplantılarda Putinə məktubla müraciət olunma məsələsi? Yəni bir... Fakt var da deməli. Bir bağ evində bir müzakirə keçirildi. Bizim idarə heyəti üzvlərindən birinin bağ evində idarə heyəti. Orada bu müzakirə olundu ki, biz Putinə... Əvvəllər George Bush'a müraciət eləyirdi bizim o zamanki deməli müxalifət düşərgəsi. Xatırlayırsınızsa Bush'a məktub yazırdılar ki, gəl bizi azad edin. Sonra gördülər ki, mədət Putinlə gələ bilər. Yəni Putin köməkli Putinə məktub haqqında qərar verildi. Mən iştirak edemədim. Orijinalını görməmişəm. O belə bir məktub olması haqqında məktubun özü də dərc olunub və onunla bağlı ciddi bir proses də gedir. İnanıram, yazılır. Yəni Rüstəm İbrahimbəyovun təqdimatı ilə, təklifi ilə belə bir yazı hazırlana bilər. Və burada o adı əvvəllər Ziyalılar Forumu olmuş, o qurumun da 2008-ci ildən yaradılmış qurumun da böyük rolu olubdur. Yəni bildiyimiz 2010 və 13-cü illər arasında Azərbaycana bir xəyanət layihəsi planlaşdırılıb Rusiya tərəfindən və bu layihə görünür hələ indiyə kimi davam edir. Sadəcə güclü iqtidar olduğu üçün onu həyata keçirə bilməyibdir. Əlavə həbslər gözləyirsizmi? Əlavə həbslər gözləyirəm. Necə düşünürsünüz? Belə bir mütəşəkkil dəstə ola, cəmi 2 adam mı tutulacaq? Ya 3 adam mı? Ya 4 adam mı? Tez-tez bu suallar verilir ki, yəni 50 nəfərlik o Dövlət Şurası üzvlərinin digərləri hardadır, amma istintaq aparılır. Yəni istintaq aparılır. Üzə çıxarılacaq. Bizim bilmədiyimiz proseslər də var və o cümlədən də həbslər də var. Və indi yaxınlarda görəcəyimiz, oxuyub yazacağımız həbslər də olacaq əlbəttə ki. Bu oluşum çox şaxəlidir. İndi sadəcə olaraq 50 nəfərlik siyahıda olan adamlarla elə iş aparmağın özü, ifadə almağın özü görün neçə gün və neçə ay çəkir. Bu ciddi bir oluşum var. Bu parlamentdən tutmuş daha keçmiş dövlət rəhbərliyi, məmurları, indiki dövlət strukturunda olan məmurlar, qohum... Hətta indiki dövlət strukturunda olan məmurlar da var. Qohumlar, yaxınlar. Ramiz Behtiyevin özü kök salmış bir ağaç kimidir. Ağac yaxşı ifadədir, poetik ifadədir. Bir bitki kimidir. Yəni onun kökünü çəkib çıxartmaq, zərərlər, ziyanlar, faydalar bunları ölçüb biçmək lazımdır. O proses gedir. İstintaq dediyimiz kimi diqqətlə işləyir, davam eləyir və davam edəcək. Həbslər də davam edəcək.